Salamlar hər birinizə. Bu günləri kvadrat köklər bölməsinin ikinci bölməsi olan n dərəcədən kökün misallarına baxacaq. Baxaq birinci suala. Yazılıb ki, hansı ədəd böyükdür? Diqqət edirsək, burada ədədin böyük olması qüvvətləri eynidir və burada əsası böyük olan böyük olacaq. Bu da olacaq C variantı. İkinci sualımızda qüvvətin qüvvətədir və burada ifadələrin qüvvətləri bir-birinə vurulur. Yəni kökdə 3 kökdə 3-ə vurulur. Kökdə 3-ü kökdə 3-ə vurduqda kökdə 9 eləyir. Oradan da 3 çıxır. Və yaxud da düşünün ki, 2 dənə kökdə 3 bir-birinə vurulanda kökdən ilə çıxır. Olur 3 üstü 3. Bu da eləyəcək 27. Yəni A variantı. Üçüncü sualda da diqqət edirək. Üçüncü dənə kök altında 9, kök altında 3'dür. Aşağı hissədə də kök altında 3, üçüncü dənə kök altında 3 və üstündə dənə 3. Bunu rasional açılı qüvvə şəklində də yazmaq olar və yaxud da belə etmək olar ki, yazacaq ki, məsəl üçün üçüncü dənə kök altında 9 kvadrata yüksəldiləcək. Bu kökün altına salınanda vurulacaq 3-ə. Elə rasional açılı qüvvət mənə elə gəlir ki, daha rahat olacaq. Baxın, rasional açılı qüvvətlər necədir? 9 üstü 3'də 1 vurulsun. Burada da 2 olur. 2-dən qabaq nə var? 3 var. Bir-birinə vurulur. Olur 3 üstü 6'da 1. Daha sonra 3 üstü burada yazılmayan da 2'dir. 2'də 1 və 3 üstü 3 2'yə vurulacaq olacaq. 3 üstü 6'da 1. Baxın, burada bu ixtisar oluna biləcək. İxtisar edirik və üstünə yazırıq 3. Olacaq deməli 3 üstü 2'dir 9. Üstündə də 3'də 1'dir və 3 üstü 2'də 1'dir. Hələ kuba yüksəlmirik. Və bu vurulur bir-birinə. 2 3'də 1'ə vurulanda 3'də 2 edir. Bu da 3 üstü 2'də 1. Üstündə 3. Bunu da istəyirsiniz beləncədən vurarsınız. Qüvvətə 3'də 2 3'ə vuranda 3 ilə ixtisar edir, 2 qalır. Bu birisində isə 3 üstü 2'də 3 eləyir. Bu da 1,5 deməkdir. Böləndə də çıxır. 2'dən çıxır o 1,5'i. O 3 üstü 0,5. Yəni 3 üstü 2'də 1. Bunu da kök altında 3 olaraq da yazılır. Yəni D variantı. 6-cı sual da təxmini olaraq bu qayda ilədir. 6 deyirəm, 4-cü sual. Yazırıq ki, 2 vurulsun, 4 üstü 6'da 1 və burada da 2 yazılır. 2 6'ya vurulur, olur 2 üstü 12'də 1. Aşağı hissədə 8 üstü 4'də 1 vurulsun, 4 üstü 12'də 1. Bu şəkildə yazdıqdan sonra eyni əsasa gətirəcək. 2 vurulsun, 2 üstü 2 və üstündə 6'da 1. 4 nə deməkdir? 2'nin kvadratı deməkdir. Vurulsun 2 üstü 12'də 1. Aşağı hissədə də 2'nin kubudur 8 və üstündə nə? 4'də 1. Vurulsun 2 üstü 2 üstündə 12'də 1. Sadələşdirmə aparaq. 2 üstü 1'dir. Birinci vurulsun 2 üstü. Bu nə edir? 6'da 2 edir də, düzdür? 2 6'da 1'ə vurulanda 1'ə vurulacaq. Olur 6'da 2. 6'da 2 ixtisar edəndə nə qədər qalır? 3'də 1. Vurulsun 2 üstü 12'də 1. Sonra 4'də 1 3'ə vurulanda olacaq 4'də 3. Vurulsun 2 üstü 2 vurulanda 12'də 1'ə olacaq 12'də 2. Bu da nə deməkdir? 6'da 1. Sadələşdirək. Yuxarıda toplanılacaq. 1 üstə gəl 3'də 1 üstə gəl 12'də 1 çıxılsın. Bunlar da 1 toplanacaq. 4'də çıxılsın 6'da 1. Ortaq məxrəcimiz baxın 1 üstə gəlsin 3'də 1 üstə gəlsin 12'də 1 çıxılsın 4'də 3 plus 6'da 1. İndi 1 tam 12'də bu vurulacaq 4'də. Bu 4'də eləyəcək. Bu da 1 olacaq 5. Çıxılsın. Burada da 12 olanda 12'yə gətiriləcək də. Bu 3'ə vurulacaq. Bu da 2'yə vurulacaq.
Olur 12-də 9, bu da 2. O deyilir 11. Bu 12-də 17 deməkdir. 12-də 11. Olur 12-də 6. Bunun da ixtisarında 2-də 1 edir. 2-də 1 nə deməkdir? 2 üssü 2-də 1 nə deməkdir? Kök altında 2 deməkdir. Yəni C variantı. 5-ci suala diqqət yetirək. 5-ci suala diqqət yetirək. A üssü 2-də 1. Burasının A üssü. Burada da 2 3-ə vurulacaq. Olacaq 6-da 1. Burasının A üssü 6-da 1. İndi 2-də 1, C 6-da 1, C-nin 6-da 1. 6-da 6-ya gətirir 3. Bunlar da toplanılanda 2. Olur 6-da 5. Olur A üssü 6-da 5. Yəni C variantı. 6-cı sual da eyni qayda ilə həll olunacaq. 7-ci suala baxaq. 7-ci sualda tək olanda bunlar ixtisara gedir. Elə olduğu kimi mənfi 5 çıxır. Burada cüt olanda müsbətləşəcək, müsbət 8 çıxacaq. Beləcə 3. Bunu saxlayırıq yadımızda. 3-sü 4-də 1. Burasının 3-sü mənfi 4-də 9. 4-də 1 çıxasın 4-də 9. Bu da eləyir 4-də mənfi 8. Yəni mənfi 2. Oldu 3-sü mənfi 2. Yəni 9-da 1. Bu tərsinə çevrilir də. Tərsinə çevrilməsi mənfiyə görədir. 1 bölünsün 3-sü 2 eləyir. Yəni 9-da 1. 9-da 1-dən kök nə çıxır? 3 çıxır. İndi burada nə idi? Bu mötərizəni 3 eləmişdi. 3 burasının 3-də 1. İxtisar edirik. Bu deyir 1. O da olur B variantı. Eyni qayda ilə 8-ci sual həll olunur. 9-cu suala diqqət edirək. İfadəsinin qiymətini hesablayın. 6 üssü 2-də 1 yazılır. Burasının 4 üssü. Burada diqqət edirin. 4-də 3 çıxırsan 4-də 1-dir. Bu deyilir 4-də 2. 4-də 2 nə deməkdir? 2-də 1 deməkdir. Olur 4 üssü 2-də 1. İxtisar edirik də. Bunlar olduğu kimi qalır. Aşağılar vurulur. Olur 24 üssü 2-də 1. Bu da nə deməkdir? Kök altında 24 deməkdir. Kök altında 24 əgər cavabımız yoxdursa, bunu 4 vurursan 6 yazır. 4-dən nə çıxır? 2 çıxır. Olur 2 kök altında 6. Yəni C variantı. 10-cu suala baxaq. 10-cu sualda 3 üssü 3-də 1-dir. Vurulsan 9 nə deməkdir? 3 üssü 2 deməkdir. Üstündə də 12-də 7. Y üssü sıfırımız bizim 1-ə bərabərdir. 1 vurulsun 3 üssü 2-də 1. Sadələşdirmə aparsı 2 vurulanda buna 6-da 7 eləyir və 3 üssü 6-ya gətiririk. Bu vurulacaq 2-yə. Bu 2 oldu. Burada da nə qaldı? 7 qaldı. Vuranda da toplayırıq. Bu şəkildə yazsaq. İndi bunu da vuranda 3 üssü 2-də 1 olaraq qalır. Və böləndə də nə edirik? Böləndə də çıxarıq. Çıxılsın 2-də 1. Olur 3 üssü 6-da 9. İxtisar edirik. Bu da eləyir nə? Daha doğrusu 2-də 3. Çıxılsın 2-də 1. Bu da 3 üssü 2-də 2 eləyir. O da nə deməkdir? 1 deməkdir. 3 üssü 1-də 3-ə bərabərdir. O da olur A variantı. 11-ci sual da eyni qayda iləndir. 12-ci sualımıza baxaq. 243 deməli 3 üssü 5 deməkdir və bunu da yazırıq 3 üssü 4 vurulsun 3. Vurulsun A üssü 4 vurulsun A üssü 2. B üssü 4 vurulsun B. İndi A sıfırdan kiçik olduqda deyir. 3 üssü 4-dən 4-cü dərəcədən 3 çıxacaq. A üssü 4-ümüz mənfi A çıxacaq. Çünki mənfidir deyə mənfi A və bizim B üssü 4-ümüz A sıfırdan kiçikdir. B amma burada müsbətdir. B özü çıxacaq. Kök altında 3-ün bir dənəsi qalacaq. A üssü deməli 2-miz qalacaq. A üssü 4-ümüz çıxdı və B üssü 4-ümüz çıxdı və B. Bu da olacaq 3A kvadratı B. Və bizdə də 4-cü dərəcədən olacaq burada. Bu da uyğun olaraq E variantına uyğun gələcək. Olacaq E variantı. 13-cü sual eyni qayda ilə həll olunacaq. 14-cü sual vurğu kök işarəsi altına salmaqdır. A sıfırdan kiçikdirsə mənfini saxlayırıq çöldə.
və 2 üssü 4, A üssü 4 və B yazırıq. Daha sonra mənfi 2 üssü 4-ümüz 16 edir. 10 A üssü 4 B. Bu da olacaq C variantı. 15-ci suala baxaq. Maraqlı suallardan biridir. 2, 3-cü dərəcədən. Bu olacaq mənfi 8. 8-ə 3, 8-im 24 edir. Burada da 3 var, 27. Beləncə yazırıq. Hüseyin 3 vurulsun. 4-cü dərəcədən 81-də 1-dən 3-də 1 çıxır. Çünki 81 nə deməkdir? 3-sü 4 deməkdir. 3-sü 4-dən 4-cü dərəcədən nə çıxır? 3 çıxır. Bunlar ixtisar gedir. Bura qalır 1. 2 vurulsun. 8-dən nə çıxır? 2 çıxır. Mənfilisi də qarşısında. 27-dən nə çıxır? 3. Bunlar ixtisar gedir. Qalır mənfi 3. Üstə yəni burada 1 elədir. Bu da edir mənfi 2. Yəni ki, E variantı. 16-cı sual eyni qayda ilədir. 17-ci suala diqqət edirək. Deməli, burada 2-dir. Burada 4 ixtisarında 2 qalmalıdır. Yəni bu səhvdir. Burada baxın təkdir. Tək olanda olduğu kimi sayı 2 minus köşdə 5. Yəni yerlərə dəyişmir. İkinci sual olacaq. İkinci variant olacaq. A variantda edir. D-də həmçinin də C-də qalır. B-nə nə? 5-ci dərəcədə mənfi 32-dən mənfi 2 çıxır. Çünki 32 nə deməkdir? 2 üssü 5 deməkdir. Mənfisi də qarşısında qalır tək olduğu üçün. 5-lər yəni 2 gedəcək. Deməli 2 ilə 3 nədir? Doğrudur. O da olacaq E variantı. Və yaxud da elə burada 1-i də çıxsaydıq, yadımızdan çıxır. Bir səhv idi axı. Olacaq elə E variantı. 18-ci sualda eyni qayda ilədir. Burada 9 nədir? 3 üssü 2 deməkdir. Bunlar ixtisar eləyəndə kök altında 3 qalmalıdır. Bu səhvdir. 1 səhvdir. Burada da ki 2 düzdür. 1 səhvdirsə çıxırıq 1 olanları. Və 2 düzdür. Olacaq onda C variantı. 19-cu suala baxaq. 19-cu sualımızda bir-birinə vurulacaq. Baxın, burada toplanan yerin dəyişməyi kökdə 3 və minus kökdə 5. Belə yazmalı. Kökdə 3 minus kökdə 5. Kökdə 3 plus kökdə 5. Baxın yazıram. Kökdə 3 minus kökdə 5. Kökdə 3 plus kökdə 5. Müxtəsər maddəsi. Kökdə 3-ün kvadratı 3 edir. Çıxılsın 5. Bu da deyəcək mənfi 2. Olur 5 üstündə mənfi 2. Yəni 25-də 1. E variantı. 20-ci sualda eyni qayda ilədir. 21-ci suala baxaq. 21-ci sualda belədir ki, deməli, kök altında belə yazaq da, bu kökün altında salanda 2-nin kvadratı üstədir. Buradakı 2. Burasının 2. Və kök altında, bu da nə deməkdir? 2-də 1 deməkdir. Bərabərdir. 1 kökün altında yazırıq. Bura edir 2 üssü 3. Bu da 2 üssü mənfi 1-dir. 2-də 1, 2 üssü mənfi 1 deməkdir. Böləndə də çıxırıq. 2 üssü üstdən çıxırıq mənfi 1-i. Bu 2 üssü toplanır. 4 eləyir. Kök altında, baxın bu 2-dir, bu da 2-dir. Bu nə edir? 4-ün üzərində kök altında. Buranın cavabı nə elədir? 4 elədir. Bu 4-də ixtisar gedir. Qalır deməli 2 qalır. Olur. E variantı. 22-ci sual eyni qayda ilədir. 23-cü sualda mənfi 7 üstündə 3n plus 2 toplanacaq burada. 5n olacaq. 5n plus 3. Aşağı hissəyə baxırıq. Mənfi 7 üstündə burada mənfi n'dir. Burada 6n'dir. Olacaq nə? 5n plus 1. Çünki 1-in işarəsi nədir? Müsbətdir burada. Və böləndə də çıxırıq. Mənfi 7 üstü 5n-dən 5n çıxırıq. Elə n qalmır. 3-dən 1 çıxanda 2. Mənfi 7 üstündə 2 də eləyəcək 49 müsbət işarə ilə. Yəni B variantı. 24-cü suala baxaq. A sıfırdan B, B sıfırdan B olarsa bərabərliklərdən hansı doğru deyil? Burada bilirik ki, bu bölünməlidir buna. Düzdür. Burada ayrı-ayrı yazmaq olar. Bu da düzdür. Xassədir. Burada da ayrı-ayrı yazmaq olar. C variantı da düzgündür. D variantında da M olarsa bu M aşağıya aiddir. Burada isə bir-birinə vurulmalı. M-ə vurulmalı, toplanmalıdır. E variantı deməli nədir? Səhvdir. 25-ci sualda bərabərliklərdən hansı doğru deyil? Ayrı-ayrı çıxmaq olması ilə A variantı nədir? Səhvdir.
Yerdə qalanlar isə düz. 26-cı sualda hansı ifadənin ədəd qiyməti ən kiçik olur? Düşünün ki, 0 ilə 1 arasında 2-də 1-dir. 2-də 1 kuba yüksələndə 8-ə 1 eləyir. 2-də 1 kök altında salanda kök altında ilə 1 bölünsün kökdə 2 eləyir. Çünki kök altında 2-də 1. 1 yuxarıdan çıxır elə 1 kimi, 2 isə elə kökün altında qalır. Bu da nə deməkdir? 2-də 1 deməkdir. Bu da 1 bölünsün 5-ci zənin kök altında 2 deməkdir. Bu da 1 bölünsün 3-cü zənin kök altında 2 deməkdir. Burada da ki, sürətlər baxırıq ki, eynidir. Sürətlər eyni olmasına baxmayaraq, məxrəclər nədir? Müxtəlifdir. Məxrəci kiçik olan nə olmalıdır? Böyük sayı. Bizə də qiyməti ən kiçik olan. Yəni, məxrəci böyük olan. Məxrəci böyük olan da nədir? 8-dir. Olacaq nə? X-ü 3 və yaxud da X kubu. 27-ci suala baxaq. Əvvəlki suallardan oxşardır. A üssü 5-də 2 olacaq. Çünki dərəcəsi 5-dir. Bu 2-də 5-ə bölünür. Buradakı A-nın üstündə isə dərəcəsi burada 2 yazılmayanda nədir? 2-dir. Bu 2 ilə 5 vurulacaq. Olacaq 10-da 1. Çünki qüvvətdə də nədir? Yazılmayıb 1-dir. Buradakı A üssü mənfi 1,5 olur. A üssü 0,4 eləyir bu. 0,4. Üstə gəlsin. Vurma olan yer üstə 0,1. A üssü mənfi 1,5. A üssü 0,5 çıxılsın mənfi 1,5. 0,5 üstə gəlsin 1,5. Bu deyilir 2. A üssü 2. Yəni ki, D variantı. 28-ci sual eyni qayda iləndir. 29-cu sualda deməli, 4-cü zənin kök altında 2 üssü 2 yazır, üstə gəlsin 6-cı zənin bunun yazır 2 üssü 3, çıxılsın 8-ci zənin kök altında 2 üssü 4. İxtisar edilir burada 2 qalır, ixtisar edilir 2 qalır, ixtisar edilir 2 qalır. Olur kök altında 2, üstə kök altında 2, minus kök altında 2. Bunlar islah olur, qalır bir dənə kök altında 2, yəni D variantı. 30-cu sualda eyni qayda ilə də 31-ci sualda hansı ifadənin mənası yoxdur? Mənası yoxdur olur ki, təklərdə mənası olur. Baxın, təklərdə mənası olur. Təklər indi gəlir cütlərdə. Cütlərdə deməli, burada mənfi 3 dəfə özünə vur, mənfi eləyir. Cüt dərəcədən aşağıda mənfi ola bilməz. Ona görə B mənası olmayacaq. Keçid eləyirik 32-ci suala. Deməli, bu 10-da 49-dur. Çünki 4 tam 10-da 9 idi, o da 10-da 49. Tək dərəcədən olduğuna görə mənfisi qalacaq. Mənfisini qarşıya verir. A üssü mənfi 9. B üssü 11 yazırıq. Bu da kvadratı üstəlindən bu dərəcə ilə bu gedəcək. Olacaq elə 49-da 10. A üssü 8, B üssü bu 4 2-yə vurulub 8 oldu. Mənfi 5-i də 2-yə vuranda eləyir mənfi 10. Bunlar ixtisar gedir özü ilə. Mənfi A üssü, mənfi 9-un üstünə buradakı 8 gəlir, nə? Mənfi 1. 11-dən də 10 çıxırıq, nə eləyir? 1. Bu da olacaq mənfi B bölünsün A. O da olacaq A variantı. 33-cü sual eyni qayda iləndir. Sonra 34-cü sualda 17 üssü 0 eləyəcək. Eləyəcək 1 çıxılsın. 2 üssü mənfi 2 vurasın. 2 üssü 6 deməkdir. Vurasın 3-də 2. Bu olur 2 üssü 4. Bu olur 2 üssü mənfi 2. Bu da eləyir 2 üssü 2. 1 çıxılsın. 2 üssü 2 çıxılsın. 8 üssü, 8 nə deməkdir? 2 üssü 3 deməkdir. 2 üssü 3, üstünə mənfi 3-də 4. 2 üssü mənfi 4. 2 üssü mənfi 4. Burası 2 üssü 32 nə deməkdir? 5. Üstə yenəsin. Bu nə deməkdir? 10 üssü mənfi 3. Çünki 1000-də 1-dir. 1000 olanda 10 üssü 3 deməkdir. 1000-də 1 demək 10 üssü mənfi 3. Vurulur mənfi 3-də 1-ə. Sadəcə 1 çıxılsın 4. Bu çıxılsın 2 üstünü nə eləyir? 1 eləyir. Mənfi 4 üstə 5 eləyir. Bunu da bir-birinə vuranda 10 üstü 1 eləyəcək. Bunu da sadələşdirəndə 11 çıxılsın
6 eləyir. Bu da eləyir nə? 5. Yəni B variantı. 35-ci sual eyni qayda ilədir. Deməli, 36-cı sualda olarsa hansı ifadənin qiyməti ən böyükdür? Bayaqlar ən kiçiyi seçmək. Ən kiçik olan kuba hissələndir. Ən böyüsü isə 3-cü dərəcədən olan x-dir. O da olacaq E variantı. 37-ci sualda da deməli 0.6 üstündədir və 0.6 üstü 4də 1-dir. Bu 4-cü deməlidir. 4-cü dərəcə 0.6. Burada 4-cü dərəcə 0.6 və məsələn 6-cı dərəcə 0.16 deyək. Bu deməli belədir ki, burada qüvvəti deməli kiçik olan 0 ilə 1 arasında tərsinə olur da. Qüvvəti kiçik olan böyük sayılacaq. Kiçik olan da burada nədir? 7də 1-dir. O da olacaq D variantı. 38-ci sualda A bərabərdir 2də 1 üstü 2də 1. Bu 2də 1 nə deməkdir? Bizə ədədlər azalan sırada yazın. Bu 2də 1 kök altına salma demək. Kök altında 2də 1. Bu da nə deməkdir? 1 böl kök altında 2. Çünki 1-dən 1 çıxır. 2-dən isə elə kökdə 2 olaraq qalır. B bərabərdir 3də 1 dərəcədən olanda bu 3də 1 qüvvətli olanda 3 dərəcədən olur da. Bu da 3 dərəcədən kök altında 3də 1. Bu da nə deməkdir? 1 bölünsün 3-cü kök altında 3. C'də isə bunların qarşılığı 1 böl kökdə 2 vurulsun 1 böl 3-cü kök altında 3. İndi diqqət edirək. Bunları 6-cı dərəcəyə getirsək, 1 bölünsün 6-cı dərəcəyə getirəndə 3-ə vurmaq lazımdır da. Olacaq kök altında 6-cı dərəcədən 2 üstü deməli 8. Burada da 6-cı dərəcəyə getirəndə bu 2-yə vurulmalıdır. 6-cı dərəcə kök altında 9. Burada isə 1 bir-birinə vurulanda 6-cı dərəcə kök altında 72 edir. Və məxrəci böyük olan nə olacaq? Kiçik olacaq. C ən kiçik olacaq, sonra B, sonra da A. Bizə də azalan sırada yazmaq tələb olundu, ona görə ən böyükdən başlayır. Yəni A, B, C. Bu da uyğun olacaq B variantına. 39-cu sualımız eyni qayda ilədir. 40-cı sualımıza diqqət edirək. A sıfırdan kiçik olarsa. Bunlar olanda modul A qalır. Modul A-dan mənfi olanda nə olur? Mənfi 2A. Bu ixtisar gedir ilə olduğu kimi A qalır. Buradakı ixtisar gedir. Kiçik olduğuna görə çıxılsın mənfi A. Mənfi 2A-nın üstünə A gələndə mənfi A üstə gəl A. Bu da necə? 0. Bu da olacaq E variantı. 41-ci sual eyni qayda ilədir. 42-ci sualda 12-ci dərəcəyə gətiririk. Bu vurulacaq 4-ə, bu vurulacaq 3-ə. 4 üstü 4 budur ki 256. Bu olacaq 12-ci dərəcədən 256. B-də olacaq 12-ci dərəcədən 6 üstü, yəni 216. C-də 12-ci dərəcədən 280. Yəni C böyüdür A-dan, böyüdür B-dən. C böyüdür A-dan, böyüdür. O da olacaq D variantı. 43-cü sual eyni qayda ilədir. 44-cü sualda birinci modul A çıxacaq, sonra A çıxacaq, sonra modul A çıxacaq, sonra A çıxacaq. İstəyənsin bu şəkildə davam edir. Yenə üstə gəl A, üstə gəl modul A. Deyir A sıfırdan kiçik olarsa. Bu olur mənfi A, çıx A, üstə gəlsin. Yəni çıx A, A sıfırdan kiçik deyil, mənfi çıx A. Nöqtə üstə gəlsin A, çıx A. İndi diqqət edirək. Baxıb diqqət edirsək, burada da moduldan çıxardanda deməli birinci dediyim modula çıxır, sonra çıx A, üstəyə modula, sonra çıx A. Yəni müsbət, mənfi, müsbət, mənfi, müsbət. İndi daha sonra cütlə başlayıb cütlü şəklində olanda təşkil qutarır. Bura kimi burada bir dənə diqqət edirək. Bura ixtisar gedəndə plus A olmur, minus A olur. Burada səhv yazılıb. Minus A plus modula.
və bunu da sadələşdirəndə çıx A, çıx A olacaq. Buradakı say belədir ki, baxmalıyıq, diqqət edilməliyik ki, burada mənfi 2A olur və ümumilikdə 99 olur. Niyə görə? Çünki 2-də başladı dərəcə. 100-də qutardısa, bu sağdakından sola necə üzərinə bir gəldi. Deməli, 99 dənə A olacaq. Bu da olacaq D variantı. 45-ci sualda A hansı intervala daxildir? 6-cı dərəcə gətir. 6-cı dərəcə gətirəndə birincisi vurulacaq 2-yə. O da 2 üstü 2. Kiçikdir 6-cı dərəcə 2 altından A, kiçikdir 6-cı dərəcədən gətirməkdən 3-ə vurulur. Olur 3 üstü 3. Bu eləyir 4, bu eləyir 27. O da 4 ilə 27 arasına, yəni C variantı.